Azərbaycanın torpaq bitki örtüyü haqqında danışaq. Deməli, landşaft ümumiyyətlə nədir? Belə loru desək, var dağ landşaftı, düzən landşaftı. Dağ deyəndə, məsəl üçün, ətəkdən zirvəyə doğru təbii komplekslərin, komponentlərin bir-birini əvəz etməsi nəzərdə tutulur. Məsələn, bura deyək ki, Böyük Qafqaz dağlarıdır. Bunun ətəyində nə olacaq? Abşeron Qobustan tərəfdə. Təbii ki, yarım səhra. Biraz yuxarı gedəndə nə olacaq? Dağ, çöl. Ondan biraz yuxarı qalxsaq, dağ, meşə. Məsələn, bura olur meşə, təbii landşaftdır. Meşədə nə bitir? Ağaclar. Yəni ki, landşaft odur ki, deyək ki, bax bu aralıqda meşədir. Bax, landşaft odur ki, həmin ərazinin torpağı, bitkisi, heyvanı, iqlimi oxşar olsun, eyni olsun. Deyək ki, bura ümumilikdə meşədir. Bu meşə landşaftı nə deməkdir? Relyefi, iqlimi, torpağı, bitkisi, heyvanı eyni olan ərazi deməkdir. Məsələn, sizə deyirəm ki, tutaq ki, tayqa yaxud tundra təbii zonası. Nə başa düşürsünüz? Tayqa deyəndə ağlımıza gəlməlidir iynəyarpaqlı ağacların olduğu ərazi. İynəyarpaqlı ağaclardırsa altında olacaq podzol torpaq. İqlimi olacaq mülayimin kontinentalı. Yəni iqlim, bitki, heyvan bunlar landşaftın daxilində eyni yaxud da oxşar olmalıdır ki, təbii landşaftı əmələ gətirsin. Bu da iki yerə bölünür uşaqlar. Təbii, bir də antropogen. Təbii landşaft odur ki, insan təsirinə məruz qalmayıbdır da hələ. Məsəl üçün, belə deyək, Antarktida. Orada heç insan təsiri varmı? Yox. Çünki təbii şəraiti buna icazə vermir. Yaxud da deyək ki, ən hündür dağ zirvələri. Orada insanlar gedib, uzaqbaşı alpinistlər gedə bilər də. Başqa insanların oraya ayaq basması mümkün deyil. İnsanlar hara ki, ayaq basa bilmir, haranı ki, mənimsəyə bilmir, oranın landşaftı təbii olaraq qalır. Hazırda deyir, dünyada və Azərbaycanda belə landşaftlar azdır. Çünki insanlar artıq hər yeri mənimsəyə bilirlər. Antropogen landşaft nədir bəs? İnsanların yaratdığı, məsəl üçün biz nə yarada bilərik? Biz yaradarıq su anbarı, yaşayış məntəqələri, parklar. Bunlar oldu bizim təbii landşaftlarımız, antropogen landşaftlarımız. Sonra bəzən antropogen landşaftlara mədəni landşaftlar da deyilir. Relyef və iqlim göstəricilərinin müxtəlifliyinə görə zonal, azonal, intrazonal landşaftlar var. Zonal odur ki, məsəl üçün, deyək ki, bura olsun ekvator xətti, burada olsun 90 dərəcə qütb dairəsi, 90 dərəcə qütb dairəsi yox, qütb enliyi. Ekvatordan şimala və cənuba getdikcə təbii landşaftlar neyniyir? Bir-birini əvəz eləyir, düzdürmü? Burada olacaq ekvatorial meşə, biraz yuxarı gedəndə olacaq, deyək ki, dəyişkən rütubətli, savanna, codyarpaq, tayqa, tundra, arktika. Yəni ki, təbii landşaftların enlik istiqamətdə bir-birini bu şəkil ardıcıl əvəz etməsinə nə deyirik? Deyirik zonal landşaftlar. Bəs dağın ətəyindən zirvəsinə doğru, deyək ki, dağdır, ətəyindən zirvəsinə doğru qalxırıq. Burada landşaftların bir-birini əvəz etməsinə deyilir azonal landşaft. Zonal nə oldu? Enlik istiqamətdə. Azonal nə oldu? Dağın ətəyindən zirvəsinə doğru. Sonra intrazonal landşaft nədir bəs? Intrazonal odur ki, deyək ki, səhradır. Səhranın ortasında normalda meşə olmamalıdır da, düzdürmü? Amma var. Tutaq ki, bura göldür, ətrafında palma ağacları var. Bu nə olur? Bu olur intrazonal landşaft. Yəni, əslində burada olmalı deyil, amma onun içinə daxil olub. İngilis dilində içində sözündən yadda saxlayırsınız. Azərbaycanda intrazonal landşaft haralardadır desək. Nəzərdə tuturuq, bu qeyd elədiyim 4 dənə yeri əsasən. Şollar düzü, qeyd eləyim bir yerə, Şollar düzü. Deməli, sonra Qanıq-Əyriçay vadisi, Qanıq-Əyriçay, sonra Lənkəran ovalığı və Kürboyu Tuqay meşələri. Bunların səbəbi nədir desəniz? Məsəl üçün, bunların hamısı düzənlikdir də.
Normalda düzənlikdə meşə yoxdur Azərbaycanda. Bu saydığım yerlərdən başqa. Məsələn, bunlarda niyə düzənlikdə meşə var? Ona görə ki, həmin ərazilərdə şirin yeraltı sular yer səthinə yaxın yerləşibdir. Səbəb budur. Şirin qurunt suları. Məsəl üçün, Kür-Araz ovalığında qurunt suları var, amma şordur. O da şoranlıq yaradır. Tayda əkinə biçinə mane olur. Amma bu ərazilərdəki şirindir deyə orada meşə yaranır. Aha. Sonra gəlin indi baxaq. Məsəl üçün dağ landşaftını veribdir, azonal landşaft. Azonal landşaftı yaradan amil relyefdir. Relyef nədir? Dağ, düzənlik. Düzənlikdə zonaldır, dağda azonaldır. Dağlıq ərazilərdə zonallıq pozulur. Çünki dağ o ekvatordan qütblərə doğru gedir deyə. Dağ onun qarşısını alaraq burada bir dənə hündür relyef əmələ gəlir. Azərbaycanda azonallıq hardadır desə, nə edəcəksiniz? Təbii ki, dağları götürəcəksiniz. Sonra landşaftlar bölünür. Düzən landşaftı, dağ landşaftı. Landşaftın hələ təsnifatını deyim sizə öncə. Bax, var sinif, yarım sinif, tip, yarım tip, növ. Landşaft özü birincisi bölünür, düzən landşaftı, dağ landşaftına. Düzən landşaftı da bölünür, yarım səhra, quru çöl, intrazonal. Dağ landşaftı bölünür, alçaq, orta dağlıq, yüksək dağlıq. Yarım səhrada nə bitir? Nə bitəcək? Yarım səhrada səhra bitkiləri, məsəl üçün, landşaftı nə olacaq? Yarım səhra. Torpağı nə olacaq? Boz-boz qonur, boz çəmən. Təbii ki, burada suvarma əkinçiliyi olacaq. Təbii ki, insanlar yayda dağın başına apardıqları heyvanları qışda dağ soyuq olduğuna görə qışda gətirəcəkləri hara? Düzənlik əraziləri. Məsələn, Kür-Araz ovalığına. Rütubətlənmə əmsalı 300/1200, yəni vahiddən kiçikdir. Rütubətlənmə əmsalı nə idi? Bir dənə təkrarlayaq. Yağıntının buxarlanmaya olan nisbətidir. Kür-Araz ovalığının yağıntısı nə qədərdir? 300. Bəs qabiliyyəti nə qədərdir? 1200. Yəni vahiddən kiçikdir. Yarım səhra haralarda var? Kür-Arazda var, Naxçıvanın Arazboyu düzənliklərində var, Abşeron Qobustanda var, Ceyrançöl, Acınohur, Mil, Muğan və s. yerlərdə var. Quru çöl landşaftı haralarda var? Quru çöl elə bir ki, dağın başına doğru getdikcə elə bir ki, yarım səhradan sonra gələn landşaftdır. Bu da elə bil 600 metr hündürlüyə qədər olan əraziləri əhatə eləyə bilər. Quru çöl landşaftıdır, rütubətlənmə əmsalı yenə vahiddən kiçikdir. Quru çöl deyəndə ağlınıza gəlsin. Ceyrançöl, Acınohur, sonra Naxçıvan, Abşeron, Qobustan, Böyük-Kiçik Qafqazın dağətəyi əraziləri. Bunlarda da nə olacaq? Yenə suvarma əkinçiliyi. Nisbətən hündür ərazilərdir. Bax, alçaq ərazilərdə boz-boz qonur torpaqlar oldu. Nisbətən hündürlüyə doğru getdikcə şabaldır, yəni açıq şabaldır torpaqlar var. Baxın, intrazonal landşaft nədir? Görürsünüz, səhranın ortasında bir dənə elə bir cənnət kimi yerdir. Ətrafında da yaşıllıqlar. Burada niyə vahə var? Vahə yadda saxlayırsınız. Ancaq və ancaq Afrikanın səhralarındadır. Məsələn, Avstraliyanın səhralarında yoxdur. Kür-Araz ovalığında oxşarları ola bilər, amma vahə sırf Afrikadadır. Bunu şəkil sadəcə göstərmək üçün qoyulub bura. Qurunt sularının səthə yaxın yerləşməsi, iri çayların təsiri ilə ətraf ərazilərin nəmlənməsi nəticəsində intrazonal landşaftlar formalaşır. Dedik, harda? Şollar düzündə, Kürboy Tuğay meşələrində, Qanıq-Əyri çayda, Lənkəranda. Sonra dağ landşaftı. Dağ çöl landşaftı, dağ çöl, tünd şabalıd, qara torpaq, dəmiyə əkinci. Dəmiyə nədir? Yəni ki, yağış yağır, artıq suvarmaya ehtiyac olmur. Böyük-Kiçik Qafqazın alçaq dağlığında 800 metrə qədər, Naxçıvanda 2000 metrə qədər, Talışda 1200-2200-ə qədər ərazilərdə yayılıbdır. Acınohur Ceyrançölünün də çox hissəsi dağ çölləridir. Dağ meşə landşaftı 600-700-dən 1800-2000 metrə qədər olan ərazilərimizdə yayılıbdır. Mülayim iqlimdə yerləşir. Qonur qəhvəyi torpaqlardır. Rütubətlənmə əmsalı vahiddən böyük və ya vahidə yaxındır. Çünki bilirik ki, orta dağlıqda bulud çox olur. Buludun çox olduğu yerlərdə də nə olur? Yağış çox olur və rütubətlənmə əmsalı vahiddən böyük olur. Sonra dağ çəmən landşaftı nədir? Bu çay dəmləyəndə kəkliyotu filan istifadə edirik ya.
Onlar bizə hardan gəlir? Dağın başından. Yəni ki, meşə landşaftından sonra üzü yuxarıya getdikcə subalp alp çəmənləri gəlir. Torpağı da ibtidai torflu çəmən torpağı olur. İqlimi təbii ki, o dağın başında nə olacaq? Soyuq iqlim olacaq. Aqroiqlim ehtiyatı məhduddur. Aqroiqlim nədir? Kənd təsərrüfatına lazım olan temperatur kimi yadda saxlayırıq. Yəni ki, məhdud deyəndə aşağı temperaturlu soyuq əraziləri götürürük. Zəngin deyəndə Küraraz ovalığını, Naxçıvanı, Abşeron Qobustanı, Ceyrançıl Acınoğru götürürük. Dağın başında nə kimi istifadə edəcəklər? Heyvanları aparacaqlar ki, orada otlaqlar boldur. Yay otlağı kimi. Temperatur nə qədərdir? İllik 10 dərəcədən azdır. Günəş radiasiyası çoxdur. Niyə çoxdur? Çünki dağın başında nə yoxdur? Bulut yoxdur. Bulut olmayan yerdə radiasiya çox olur. Radiasiyanı necə düzürdük? Naxçıvanın dağları, Naxçıvanın düzləri, Böyük və Kiçik Qafqazın dağlarının başı, sonra Küraraz ovalığı ən çox radiasiya alan yer idi. Ən az radiasiya haralara alırdı? Lənkəran, Böyük və Kiçik Qafqazın alçaq dağlıq əraziləri. Sonra gəlirik, deyir ki, bax bu dağ-çəmən landşaftı, yəni subalp alp çəmənləri hardadır? Dağın başında, vulkanik yaylada, Günnüt qapıcıqda, sonra Böyük və Kiçik Qafqazın yüksək ərazilərində yerləşir. Subnivalla Nival nədir? Subnival elə bir ki, subalp çəmənləri ilə, alp çəmənləri ilə daha doğrusu. Bir dənə sizə bunu əvvəlcə deyim ki, bax, bura meşə qurşağıdırsa, meşədən yuxarıda meşələr, elə bir ki, ağaclar, hündür boylu otlarla əvəz olunur. Hündür boylu, meşədən sonra nə gəldi? Hündür boylu otlar. Hündür boylu otlardan sonra gəlir alçaq boylu otlar. Alçaq boylu otlardan sonra gəlir subnival, yəni artıq qayalıq, buzlaq ərazilər. Ondan da yuxarıda gəlir sırf buzlaq ərazilər. Bax, meşə, hündür boylu otlar, yəni subalp çəmənləri, alp çəmənləri, subnival, nival. Ardıcıllığı, məntiqi budur yəni. Subnival, nival Azərbaycanda Böyük və Kiçik Qafqazın yüksək dağlığında və Naxçıvanın yüksək dağlıq ərazilərindədir. Cəmi 3 dənə yerdədir. Böyük Qafqazın, Kiçik Qafqazın hündür əraziləri və Naxçıvan. Aha. Deməli, və Naxçıvandadır dedik. Azərbaycanda, yəni, Talış dağlarında yoxdur da, yəni. Bu belə. Çünki Talış dağlarının hündürlüyü ora gəlib çatmır. 3000-3900 metrdə subnival, 3900-dən yuxarıda nival landşaftı. Nival landşaft deyəndə daimi qar xətti nəzərdə tutursunuz. Daimi qar xətti Azərbaycanda hansı hündürlükdən keçir? 3900 metrdən başlayır. Sonra Azərbaycanın torpaq örtüyü. Bax, dedik ki, doğru dildə deyirəm sizə, bunun hamısını oxuyub özünüzü yormayın. Düzənliklərimizdə nə olur? Boz-boz qonur torpaqlar. Məsələn, biraz hündür ərazilərimizdə Ceyrançöl Acınoğurdur, Abşeron Qobustandır. Orada açıq şabalıq torpaqlardır. Orta dağlığa qalxdıqca tünd şabalıqla qara torpaq. Sonra meşələrin altında qonur torpaq, qonur dağ meşə, qəhvəyi dağ meşə, belə torpaqlardır. Lap yuxarıya qalxanda, məsəl üçün, deyək ki, subalp çəmənlərin altında, orada torflu çəmən torpaqlardır. Lap yuxarıya qalxdıqca ibtidai torpaqlardır. Sarı torpaq ancaq hardadır? Lənkəran, Talış bölgəsində. Bu qədər. Bunu qısa dedim, heç özünüzü yorub oxumayın. Azərbaycan bitki örtüyündən danışsaq, uşaqlar, yarımsəhra quru çölü bitkiləri, yarımsəhra, yovşan, gəvən, dəvətikanı, yəni quraqlığa davamlı bitkilərdir. Meşələrimizdə əsasən 3 dənə ağac bitir. Palıd, vələs, fıstıq bitir. Sonra Azərbaycanın qalan şeyləri oxumayın, ehtiyac yoxdur. Keçirik relikt endemik. Bax, relikt odur ki, keçmişdən qalan, bugünə qədər toxumu saxlayan bitkilər. Endemik odur ki, sırf bir əraziyə xas olan bitkilər, heyvanlar. Məsəl üçün, Avstraliyanın kenqurusu. Başqa hansısa materikdə kenquru yaşamır.
Ancaq oradadır. Məsələn, pinqvin ancaq Antarktidadadır. Bu nəyi göstərir? Onun həmin əraziyə xas olduğunu, yəni endemik olduğunu göstərir. Relikt deyəndə ağaclar var bizdə, endemik deyəndə də ancaq gül çiçək. Yəni Azərbaycanda bunun qanun uyğunluğu budur. Baxın, yazıbdır, lalədir, zəfərandır, zambaqdır. Adlarını əzbərləməyə ehtiyac yoxdur. Bunlar endemikdir, amma baxın ağaclara. Ağaclar da nədir? Reliktdir. Bu qədər. Sonra deməli, enliyarpaq, iynəyarpaq ağaclarımız var. İynəyarpaq ağaclarımız məsələn şamdır, küknardır. Bax testin sualında qoyur enliyarpaq ağacları. Məsələn, orada palıd, fıstıq, bələs falan qoyur. Bilirsiniz ki, onlar enlidir də. İynəyarpaqlı ağac növlərimiz azdır. Tuqay meşələri də dedik ki, intrazonal landşaftdır. Kürün suyu ətrafa sızır, yəni şirin sudur da bu. Ona görə də kür boyu ərazilərdə meşələr formalaşır. Aha, gəlin baxaq buna. Bax, bu əsasdır. Bunu indi sizə başa salacağım. Bu nədir? Böyük Qafqazın landşaftlarıdır. Altdan yuxarıya getdikcə. Məsələn, Böyük Qafqaz, Abşeron, Qobustan da daxildir də. Bakının ərazisi necədir? Yarım səhra, düzəngahlıq, yarım səhra. Allahın ağacı bitkisi də yoxdur, doğru düzgün. Ondan biraz üzü yuxarıya doğru getsək, yəni ki, üz tutsaq getsək, tutaq ki, Qəbəliyə tərəf. Gedirik, biraz hündürə qalxanda quru çöllər. Ondan biraz hündürə getsək, dağ çölü. Sonra gəlir meşə, subalp, alp çəmənləri, subnival, nival. Bütün landşaftlar hardadır? Böyük Qafqazdadır. Kiçik Qafqazda nə yoxdur? Bax, yarım səhra yoxdur. Ətəyində yarım səhra yoxdur. Başında da nival landşaft yoxdur. Subnival var, amma nival yoxdur. Niyə yoxdur? Çünki Kiçik Qafqaz vilayətinin ən hündür zirvəsi Camış dağdır, 3724-dür, düzdürmü? Orada da hündürlük 3900-ə çatmalıdır ki, orada daimi qar xətti olsun. O da yoxdur. Amma Naxçıvanda Qapıcıq zirvəsi var, 3904 Qapıcıq. Burada daimi qar xətti var. Ona görə nival landşaftda var. Amma Naxçıvanda nə yoxdur? Meşə. Naxçıvanda meşə yoxdur. Naxçıvanda mülayim iqlim yoxdur. Mığlar Naxçıvanda yoxdur. Mülayim iqlimlə meşə qurşağı. Talış dağlarının boyu balaca olduğuna görə, yəni ən hündür zirvəsi haradır? Kömürköy 2493. Alçaq olduğuna görə nə subnivala çatır, nə nivala çatır, nə alp çəmənlərinə çatır. Burada başqalarından fərqli olaraq nə ilə başlayır? Meşə ilə başlayır. Niyə? Çünki dedik burada intrazonal landşaft var. O da o deməkdir ki, şirin qurun suları yer səthinə yaxındır və meşə qurşağı formalaşıbdır. Meşə, düzən meşə, dağ meşə, quru dağ çölləri, dağ kserofit bitkiləri. Bax belə, deməli nətər oldu? Böyük Qafqazda bütün landşaftlara rast gəldik. Kiçik Qafqazda ətəyində yarım səhra yoxdur. Başında hündürlüyü o dərəcəyə gəlmədiyinə görə, o hündürlüyə çatmadığına görə başında nival yoxdur. Naxçıvanda meşə yoxdur. Talış dağları düzən meşə ilə başladı və başında da alp çəmənləri, subnival, nival belə şeylər yoxdur. İndi keçdik bitkilərə. Bax, bu deyəcəklərimi qəşəng yadda saxlayırsınız, hər zaman bizə lazımdır. Bax, Göygöl qoruğunda nə qorunur? Qarmaqvari şam meşəsi. Türyançayda nə qorunur? Türyançay qoruğunda ardıc. Saqqız ağacı hardadır? O da Türyançayda, Sultanbudda. Qaraçöhrə Pirqulu ilə Qəbələdə. Sonra bunlar şərq palıdı falan soyuğa davamlıdır. Böyük Qafqazda, Naxçıvanda, Araz palıdı quraqlığa davamlıdır. O da hardadır? Qubadlı, Zəngilanda. Vəssalam, bunları bilsəz kifayətdir. Qarmaqvari şamı bilin, bax, əsas qarmaqvari şam, ardıc, saqqız, qaraçöhrə. Bunları bilsəz, əsas bunlar bizə lazımdır. Sonra gəlin indi sizə danışım qoruq və milli parklardan. Bizə qoruq düşür, milli park düşür, yasaqlıq düşmür da, yəni abituriyentlərə. Bax, bu bir yazılan yer Zaqatala qoruğudur. Balakənlə Zaqatala, 2 dənə rayondadır. Balakən, Zaqatala. Burada da Böyük Qafqazın dağ landşaftı qorunur. Bu İlisu qoruğudur. Gördüyümüz kimi Qax rayonundadır. Qax rayonunda yerləşir. Böyük Qafqazın təbii landşaftı qorunur. Burada deməli gördüyümüz Türyançay qoruğudur.
ardıcla saqqız ağacı qorunurdu. Burada bir neçə dənə rayonun ərazisinə düşür. Sonra gəlirik burada Korçay. Korçayda, bax bura Mingəçevir su anbarıdır. Onun altında Bozdağ var. Bozdağın təbii landşaftı qorunur. Burada Eldar şamı qoruğudur. Eldar şamında elə Eldar şamı, iynəyarpaqlı ağac qorunur. Burada Qarayazı qoruğudur görürük. Kürboyu ərazidədir. Kürboyu Tuqay meşələri qorunur. Kürboy Tuqay meşələri Akstafa rayonunda yerləşir, gördüyümüz kimi. Sonra burada deməli Şirvan qoruğudur. Eyni zamanda Şirvan Milli Parkı da var. Baxın, hər ikisi deməli, hər ikisində nə qorunur? Ceyranlar və su quşları. Ceyranlar və su quşları qorunur. Sonra burada Qızılağac qoruğudur. Orada da deməli su quşları qorunur. Lənkəranın ərazisində yerləşir. Sonra hansı qoruğu demədim? Burada Bəstçay qoruğudur. Zəngilan rayonundadır. Bəstçayda nə qorunur? Şərq çinarı. Bax, bu çox vacibdir. Bunu əzbər yadda saxlayın. Bəstçay qoruğu Zəngilan rayonundadır. Şərq çinarı qorunur. Həm İrana çıxır, həm Ermənistana çıxışı var. Bunlar bizim 9 dənə qoruğumuz oldu. Bir dənə də təzədən üstündən keçək. Bax, Zaqatala qoruğunu dedik. İlusu, sonra Qarayazı, burada Eldar şamı, sonra Korçayı dedik, burada Türyan çayı dedik. Sonra 7 ilə olan 7 rəqəm axtarım, tapa bilmirəm. Hər nəysə, burada Şirvan, burada Qızılağacı dedik. Bir dənə 7-ni görə bilmirəm. Qəribə bir şəkildə 7-ci hansıdır? Nəysə, yəqin burada verilməyib də, elə belə rəqəm ötürülüb. Hə, birinci Zaqatala oldu, İlisu qoruğu, Qarayazı, Eldar şamı, Korçay, burada Türyan çayıdır, burada Şirvan, burada da Qızılağac qoruğunun adını çəkdik. Hansında nə qorunur dedik, bir də rayonlarına diqqət eləyərsiniz. Aha, sonra nəyini bilməlisiniz qoruqların? Adını, yerləşdiyi rayonu və orada qorunan komponenti. İndi milli parklara baxsaq, deməli, uşaqlar, bax, bura Şahdağdır, Şahdağ Milli Parkıdır, 6 dənə rayonda yerləşir, 6 dənə, bax, Qusardır, Qubadır, sonra gəlir, deməli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, daha doğrusu İsmayıllı, Şamaxı. Bu rayonların ərazisinə, 6 dənə rayonun ərazisinə düşür. Burada həm yay turizmi, həm qış turizmi mövcuddur. Sonra gəldik burada Şirvanı dedik, həm qoruqdur, həm milli parkdır. Burada Hirkanı görürük, Hirkan Milli Parkın. O da həm qoruqdur, həm milli park. Hirkanda nə qorunur? Relikt, endemik bitkilər. Relikt, endemik. Relikt, endemik bir harda qorunur? Eldar şamı qoruğunda. Aha, bu da deməli İranla sərhəddə yerləşir. Sonra burada Naxçıvanda Şahbuz görürük, Şahbuz Milli Parkını. Burada dərman bitkiləri və Kiçik Qafqazın təbii landşaftını qoruyurlar. Sonra Ağgöl Milli Parkıdır, gördüyümüz kimi Ağcabədi, Beyləqan rayonlarına düşür və burada su quşları qorunur. Göygöl Milli Parkı Göygöl rayonunda. Göygöl, burada qarmaqvari şam qorunur. Qarmaqvari şam. Və bir də Xallı Maral qorunur. Xallı Maral. Ceyranlar Şirvan qoruğundadır. Xallı Maral Göygöldədir. Burada Qaragölü görürük. Qaragöl qoruğu Laçın rayonundadır. Burada da Qaragöl qoruğu var, Qaragöl var elə burada. Onun təbii landşaftı qorunur. Vulkan mənşəli gölümüz idi. Sonra burada Altağac Milli Parkını görürük. Altağacda da Böyük Qafqazın təbii landşaftı qorunur. Samur Yalama Milli Parkıdır. Bir dənə rayonun ərazisindədir. O da Xaçmaz rayonudur. Burada da Şollar meşəsi var. Nabran deməli ərazisi yerləşir və turizm mərkəzi kimi istifadə olunur. Demədiyim nəsə qalmadı məncə. Vəssalam. Burada da yenə
gəlin baxaq. Şahdağda nə qorundu? Şahdağ Samur Yalamadan danışsaq birinci. Bax, Samur Yalama bu birlə olan idi. Samur Dəvəçi ovalığındadır. Düzən meşə landşaftı qorunur. İntrazonal landşaft dediyi bayaq o. Şahdağ Böyük Qafqaz sıra dağlarındadır. Turizm kimi istifadə olunur. Altağac baxın buradakıdır. Altağacda meşə landşaftı qorunur. Abşeron demədim uşaqlar. Abşeronda deməli nə qorunur? Xəzər su itisi. Sonra Göygöldə nə qorundu dedik? Qarmaqvari şam meşələri, xallı maral, Murovdağ tərəfdədir. Ağgöl gördüyümüz kimi burada Mil düzündədir. Su quşları qorunur dedik. Şirvanda ceyranlar və su quşları qorundu burada. Sonra burada Zəngəzur Şahbuz Milli Parkında Naxçıvanda yerləşir. Dedik ki, orada həm dərman bitkiləri qorunur. Bundan başqa da burada yazılan bitki və heyvanlar. Hirkan Talışdadır dedik. Nə qorunur? Relikt endemik bitkilər. Qızılağacda da yenə də burada köçəri quşlar qorunur. Demədiyimiz nəsə qalmadı. Burada da qoruqları yazıbdır. Qoruqlardan, məsəl üçün, Qarayazda dedik, Kür çayındadır, Kürboyu Tuqay meşələri, İlu suyla Zaqatala, Böyük Qafqazdadır, meşə landşaftı qorunur. Korçay Mingəçevir su anbarının alt tərəfindədir, Bozdağın təbii landşaftı qorunur dedik. Türyançayda arit saqqız ağacı və ardıc meşələri qorunur. Şirvanda su quşları və ceyranlar, Bəsitçay Zəngilan rayonundadır, Şərq çinarı qorunur. Bu qədər.